والسلام عليك على أمة الخير. السلام عليك يا جميع المعصومين. السلام عليك يوم الوالد namazlarımızı, dualarımızı, ibadetlerimizi, kifayetlerimizi, rızak kadar yakınlar. Amin. 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 Allahümme her buradadır, her burada. Xanım Zəhra bugündən elə qəmlər ona üz gətirdi ki, vəfat eləyənə qədər, şəhid olduğu günə qədər Xanım Zəhranın üzünü gülən görən olmadı. Gəlirdi Peyğəmbərin qəbrinin kənarında, nalə eləyirdi, ağlayırdı. Deyirdi, ya Rasulallah, qalx gör bizlə necə davrandılar. Qalx gör, sənin vəsiyi necə qolu bağlı məscidə apardılar. Dünən də dedim, şikayət eləyirdi. Deyirdi, ya Rasulallah, qalx bu ümmətə denən ki, Zəhranı vurursunuzsa vurun, heç olmasa Əlinin gözünün qabağında vurmaqdır. Axı Əli xəcalət çəkir. Mən hər dəfə evə daxil olanda görürdüm necə xəcalətdən başını aşağı salır. Onda mənə dəyən zərbələrin ağrısı yadımdan çıxırdı. Bugün elə yaxşı olar Zəhranın müsibətini yad edir. Çünki Zəhranın müsibəti elə müsibətdir ki, həm Peyğəmbər, həm İmam Həsən, həm İmam Rıza hamısı bu müsibətdə ağlayıblar. Peyğəmbər bu müsibət baş verməmişdən ağlayıb. Dünyadan kösəndə hey Zəhraya baxıb ağlayırdı. Deyirdi, qızım, elə bil görürəm necə sənə zülm eləyirlər. Necə bu ümmət sənin ev və hücum çəkib sənə o zülmü eləyirlər. Əli əleyhissalam deyib, boğazında sümük, gözümdə tikan vəziyyətində qaldı. O sümüyü çıxarda bilmirdim, uda da bilmirdim. Mənim vəziyyətim bu 23 il ərzində belə idi. Heç bir kəs Xanım Zəhra kimi olmayıb ki, 3 imam Xanım Zəhraya qusul verir. Hələ bir kəs olmayıb ki, 3 imam qusul verə ona.
o xanım Fatimə Zəhra idi. Harda görsənib ki, ana ölə, körpə uşaqlar su gətirə, atası qüsul verər. Deyərlər cənazəsindən uzaq saxlayır, amma Əlinin adamı yox idi ki, ona kömək eləyər. 3 imam xanım Zəhraya qüsul verirdi. Bədənini çıxartdı, Həzrəti Əli həyətdə qoydu. Deyə bilərsən, necə gücü çatdı cənazəni tək götürdü. İmam Sadiq əleyhissalam buyurur ki, xanım anam Zəhra qəm-qüssədən o qədər arıqlamışdı ki, ancaq dəri ilə sümük qalmışdı, başqa bir şey yox idi. Əli qucağına aldı, apardı, qusul verilən yerə. Çağırdı oğul Həsən, Hüseyn, gəlin anamız Zəhraya qusul verək, siz su gətirin, mən də qusul verin. Əli qusul verir, onlar da su gətirirlər. Dedi, amma bir xahişim var sizdən, anamıza qusul verən vaxtı uzadan ağlamayın. Çünki anamız Zəhra vəsiyyət edib ki, razı deyirəm mənim şəhadətimdən kimsə xəbər tutsun, məni gecə xəbərsiz dəfn edər. Xahiş edirəm, uzadan ağlamayın. Əli xahiş elədi İmam Həsəndən, İmam Hüseyndən, amma özü xanım Zəhraya qusul verəndə birdən gördülər, suyu qoydu kənara, başını divara söykədi, başladı uzadan ağlamağa. Dedi, Zəhra, heç bu göyərən yerləri mən belə görməmişdir sənin bədənində. Heç mən bilməmişdim ki, sənin bədənin o qancılardan bu dərəcəyə, bu həddə gəlib çatır. Ondan sonra İmam Həsənlə İmam Hüseynin də ağlamaq səsi uzandı. Siz təsəvvür eləyin Əlinin vəziyyətin. Bir uşaqları qucağına alıb sakitləşdirir, onu sakitləşdirəndə o biri uşaq qaçır, özünü atır anasının cənazəsinin üstünə. Təzdən İmam Hüseyni tutub saxlayanda xanım Zeynəb özünü salır cənazənin üstünə. Əli gecənin qaranlığında xanım Zəhranı dəfn elədi, ondan sonra üst tutdu Peyğəmbər qəbrinə. Salam olsun sənə məndən və yanında dəfn olunan quzundan, ya Rəsulallah, mənə olunan zülümləri Fatimədən sorur. Fatimə xəbər verər ki, səndən sonra Əliyə necə zülümlər elədilər. Sən deyir ki, ürəyim təmiz adamam mən. Ən pis adam da bunu deyir. Mən nifəsin görmüşəm. İş qalmır eləməsin, oyun qalmır çıxartmasın, danışanda deyir ki, mən Allahın yanında ən təmiz adamam. Amma bax gör məndən nə istəyir? Məndən hansı əməllər istəyir? Bu ürəyi təmizliyin bir əlaməti var ya yox. Bu ürəyi təmizliyin gəlir bir əlaməti olar. Deyirsən, müsəlman, ya Xristiyan, baxırsan əməlləri ikisi də eynidir. Bir nəfər müsəlmanla Xristiyan danışdı, dedi, gəl İslama, gəl müsəlmansılığa, gör onu nəsihət elədi. Sonra getdilər, içki məclisində ikisi də oturdu, içdilər. Donuzəsi ikisi də yedilər. Haram əməllər ikisi də elədilər. Xristiyan baxsızdı ki, mən də sənin kimi müsəlmanam. Heç fərqi yoxdur da elə, sənlə mənim heç fərqim yoxdur. Bu sənin müsəlmancılığın haradadır? Onlar da fəsaddan bezib, biz hələ indi fəsada doğru istəyirik gedək. Biz xalq gedib səhvə doğru başa düşür səhvdir, indi biz hələ o yolun başlanğıcında istəyirik ona tərəf gedək. Onu da gedirlər, təcrübə ediblər, görürlər sonu yoxdur onun. İndi istəyirlər qayıtsınlar, başqa bir yol axtarsınlar. Amma bizə onu başa salmırlar. Biz elə bilirik ki, Qərbin inkişafına nail olmaq üçün gələk başımıza ataq, sıltaq gəzdikcə üzr istəyirəm, daha çox inkişaf edirik. Biz belə başa düşürük. Amma yox, müsəlman qadındırsa, ürəyi təmizdirsə, əlaməti onun hicabdır. Bu əlamətdir müsəlmançılığın. Müsəlmanın əlaməti namazdır, orucdur, ibadətdir, günahdan çəkinməkdir. Əleyhissalamda nəsihət eləyir. Sənə 2 cümlə deyirəm. Birincisi budur ki, o kəslərdən olma ki, axirət istəyirsən, amma əməl eləmirsən. Bu bir. İkincisi, o kəslərdən olma ki,
uzun arzularla tövbəni təxirə salır. Tövbəni, deyirsən, tövbə ilə, deyir, inşallah eləyərəm. Vallahi bir saat da bir saatdır. Bir saatın da mənası var. Biz deyirik, hərdən Ramazan ayı gəlir, tövbə eləyərəm. Hətta gedərəm, tövbə eləyərəm. Məşədə gedərəm, tövbə eləyərəm. Sabah eləyərəm, bir gün eləyərəm. Amma indi bu saat eləsin daha yaxşıdır. Çünki saat keçdikcə çətinləşir. Belə təsəvvür elə, insanın içində 2 dənə ağac var elə bil. Bir xəbis ağacdır, günah ağacı. Bir də itayət ağacı. O günah ağacı günahlarla böyüyür. Günahlar onun qidasıdır, suyudur. Savab ağacı da ibadətlərlə böyüyür. Hər ikisinin də məhsulunu özümüz götürəcək axırda. İndi bu ağac nə qədər balacadır, sən də cavansan, o günah ağacını kökündən çıxartmaq bir əlindən çıxardarsan. Görürsən, ağacı təzə bastırsan yerə, onu çıxartmaq daha rahatdır. Yox, zaman keçdikcə o ağacın kökü böyüyür, o özü ucalır, böyüyür, sən də qocalırsan. Sən zəifləyirsən, o böyüyür, onu da çıxartmaq çətin olur. Bəzən mümkün olmur. Odur ki, tövbə ilə cavan üçün yaxşıdır. 60 yaşda kişi də heç nə eləyə bilmir. İstəsə də günah eləyə bilmir, də tövbənin mənası nədir? 70 yaşda kişidir, eşitmişdiniz o gəldi, deyirlər Ayətullah Mişkinin yanına. Deyim, mən ömrü boyu zurna salmışam, cəmaat oynayıb. İndi gəlmişəm, tövbə eləyəm. Ay Mişkini hələ bir çal zurnanı görüm çala bilirsən. Gördü ki, dişləri tökülüb çala bilmir. Bir də zurna çala bilməyəndən sonra tövbənin mənası nədir? Bugünləri biz inşallah Muhammed Aleyhisselam'ın bastı Rəhimə xanım ziyarətə götürür. Ondan sonra Mürmözü bana ziyarətə götürür. Bunlar ziyarətə etməli məqsədimiz dünənləri Peyğəmbərin Salatullah'ın kızı Hanım Fatime Salamullahi Aleyhan'ın şehadet günüdür. Dünən akşam ondan sonra götürür. Şimdi inşallah bildiklerimizden de kim Kur'an ayetidir, hadislerden biri diğerlik sonra. Bismillahirrahmanirrahim. Kardeşimiz dostuz buyurdu ki, dünenki gün Hazreti Fatime Zehra Salamullahi Aleyhan'a şehadet günüdür. İnşallah biz de hemen akşam 8'de görüşmüştük ve onu qeyd elədik, şehadet gününü qeyd elədik. İkinci bir taraftan görürsən ki, gedirsən bazarda, küçədə və ya toyda oturursan, görürsən mesela cavanlardır, ağzına geleni danışırlar. Olmaz axı belə şey, vallahi bunu hər yerdə demək lazımdır. Oturduğun yerde peşman olursan ki, orada oturasan. Niye? Eğer senin o ana bacının yanında o sözler geyse sana hoş gelir mi? Belə şeyleri yani eğer biz Müslümanızsa, biz Müslüman kardeşizse, biz Məhəmməd ümmətiyiksə, bu şeyleri her yerde diyək. Olmaz, bize yaraşmaz bize mesela, biz Müslümanlara yaraşmaz. Ağzımızdan söğüt çakmak olmaz. Biz Müslümanızsa, biz Müslüman halkına söğüçtür, nifrindir, belə şeyler bize yaraşmaz. Bayaq kardeşim düz dedi. And olsun Allah'a.
Bunu biz demirik, bunu Kur'an buyurur. Kimin ki hakkında danışırsan, böhtan danışırsansa kıyametin gününde kardeşin netini yiyecek. Bu fark. Çok sağ olun. Ben bilmiyorum. Ben Kur'an'dan Əhzab surəsinin 30 ayəsini nəzərdə çatdırmaq istəyirəm. Həqiqətən Allah siz əhl-i beyti bütün pisliklərdən uzaq etmişdir. Yəni Allah Teala burada bildirir ki, 5 kimsənə, yəni Peyğəmbər və Peyğəmbərin əhl-i beytini bütün pisliklərdən uzaq etmişdir. Quran-ı Kərimdə ən çox nəzərə çarpan ayələrdən bunlardır ki, valideyninizlə övladın ağ olması. Yəni, insan, övlad öz valideyninizlə ağ valideyn olursa, onu heç bir, yəni tutduğu ibadətlər, qıldığı ibadətlər, etdiyi dualar qəbul olmaz, müstəzəb olmaz. Yəni, bəzi əfsuslar olsun ki, ailələr var ki, ailə başçıları var ki, öz övladların bu şərab dalıca, şərab almağa belə sövq edirlər. Özləri ilə oturub hətta bir stol arxasında gitməyə də məcbur edirlər. Çox əfsuslar olsun. Belə şeylərdən uzaq olmaq lazımdır. Allah sizi Əhl-i Beytin şəfaətindən dinəsib eləməsin. Həmişə bizləri onların ziyarətinə getməyə sövq etsin. Bismillahirrahmanirrahim. İmam Cəfər Sadiq əleyhissalam hak anasının müqəddəs adlarını bu şəkildə müəyyən etmişdir. Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyə, Mühəccətə və Zəhra. Selamun aleykum və rəhmətullah. Peyğəmbər sallallahu sözləsi Ayşə, Fatimə-i Zəhra xanım barədə buyurmuşdur. Fəzilət və şəxsiyyət barədə heç kəs Peyğəmbərdən üstün olan, Fatimə-i Zəhradan Peyğəmbərdən başqa heç kim üstün olandır. Rəsulunun bəzi kəsləri çağırdığı kimi çağırmayın. Allahın Rəsulunun ayəsi buyurmuş gəlmişdir. Bu ayə, Peyğəmbərimiz buyurmuş ki, bu ayə xanım Fatimə-i Zəhra buyurmuş ki, sən üçün deyil. Sən və övladların üçün deyil. Sən bizi ata deyə çağıra bilərsin. Bismillahirrahmanirrahim. Həzrət Əli əleyhissalam buyurmuşdur. Allah bir bəndəni sevən zaman ibadət məhəbbətini onun qəlbinə salar. Allah bizi hamımızı gözəl namazı qanlardan qərar versin. Allah bütün ziyarətlərimizi qəbul eləsin. Bugünkü ziyarətimizi Allah qəbul eləsin. Selamun aleykum və rəhmətullahi və bərəkatuhu. Bismillahirrahmanirrahim. Həzrət Əli əleyhissalam buyurmuşdur. Əgər bütün bu asibatları tərəzzül bir gözünə, əmr biməruf və nəhiyyət mülkədə bir gözünə qoysan, nəhiyyət mülkər və ağır olar. Yəni, o qədər ağır olar ki, dənizin suyu, ağır suyunun müqabilində qərar tutar. Gəlin yaxşılığa dəvət və pisliklərdən çəkindirməyə, yüngül yanaşmayaq. Peyğəmbər sallallahu buyurmuşdur. Hüseyin məndəndir, mən də Hüseyin'dən. Hüseyin'in ağlayan gözlər qiyamətdə olmaz. Bunu dəmləmək nədir? Səba surəsi ayə 37 və Təğabun surəsi ayə 15-də buyurulur. Sizi bizə bağlayan nə var dövlətiniz, nə də oğul uşaqlarınızdır. Nə var dövlətiniz? Həqiqətən də oğul dövlətiniz, nə də oğul uşaqlarınızdır. Ancaq bir sünnət vasitəsidir. Bismillahirrahmanirrahim. Ey iman gətirənlər, Allah'tan qorxun. Qorxun və imanında, sözündə, işində doğru olanlarla olun. Hansı ayədir o? Tövbə surəsi ayə 100
olsun. Tövbe 119'da. Allah bütün ziyaretlere gelenler ziyaretini kabul eylesin. Bizim iman muhabbet. Bismillahirrahmanirrahim. Peygamber salavatullah buyurmuştur. Hanım Fatıma-i Zehra atasının anasıdır. Ve o Ümmü Ebi Hazır. Çünkü Peygamber salavatullah bilirdi ki o bir imam bu hanımın sözünden dünyaya gelecektir. Bismillahirrahmanirrahim. Her cesen müminler kardeştirler. Buna göre de aralarında bir muhafızda düşsek kardeşim, onların arasında düşen Hacım huzur eserse onun aile onda. Ne buyuruyor? Diyor ki müminler kardeştir. Eğer onlar arasında bir mübaşa düşerse onları barıştırır. O bütün boyunca hak diyorum. Peygamber sallallahu aleyhi ve sellem dışarıya Nebiz'den dışarı kapıştı. Muhammed Aleyhisselam buyurdu. Müminler yaşmayın ki başlarının uzak etmiş görsün ve onların işine seçilmez. Sonra emeklilerin ya ben emeklileri Peygamber salavatullah buyurmuştur ki kızın Fatıma beş kanunlarının kanunуdur. Her kim kızın Fatıma'ya salavat gönderse Allah onu bağışlayar. Ben cennetin hansı yerinde olsam onu mənə qovuşturar. Buyurun. Kur'an-ı Kerim'in Zuhur Suresi'ne 84. ayette demek deyir, asmanda da, yerde de o Allah'tır. O hikmetli ve ilimli. Müsteqəri Suresi'nin 169. ayeti deyir, Allah hikməti istediği şəxsə bəxş edər. O kəslərə ki, hikmət bəxş olunmuşdur, onlara çoxlu xeyir verilmişdir. İmam Həsən Əleyhisselam'dan demək istəyir. İmam Həsən Əleyhisselam anası haqqında buyurur ki, anam gecələri sübhə qədər Allah'a ibadətlə məşğul olarkən, dua edərkən ilk öncə qonşularına mərhəmət diləyərdi Allah'tan və belə buyurardı. İlk öncə qonşularım, sonra öz evim. Sadık Aleyhisselam buyurmuştur. Bendenin Allah'a en yakın halı səcdədir. Allah'a and olsun ki müminin hürmeti Kəbənin hürmetinden üstündür. Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur. Allah Fatime'nin sevindiğiyle seviner, qəzəbiyle qəzəblənər. Bəli, Peygamberden buyurmuştu ki, Peygamber buyurdu ki, Allah kızım Fatime'nin sevinciyle seviner, qəzəbiyle qəzəblənər. Allah'ın ona məhəbbəti bu qədərdir. Başka yerden Mümin kardeşinin yüzüne məhəbbətle bakması ve ona məhəbbət səsləməsi ibadətdir. Kimdir, ne yapı dikkat ediyor. Mümin kardeşinizin yüzüne bakmak, kalbinizde sahibi o ki məhəbbətinizi firuz edilmez, ibadet sayılır. Başka yerden. Kur'an-ı Kerim'de Allah Teala Nuh suresi ayet 31'de buyurmuştur. Mümin kadınlarına de ki, öz özlüğünde görünenler Müslüman olarak zinetlerini göstermesinler ve baş örtüklerini öz yakalarının üstüne çeksin. Nerede bu kitap burada? Ne okuyorsun burada? Kitabın adı nedir? Ha, Fatime, kadın Fatime'de. Ne yazır bu görək? Deməli, yazırlar ki, müəlliflər bir nüahtı gedir, Həzrəti Məryəmdən danışarkən 1700 ildir ki, dünya xətibləri Məryəmdən danışır. Müəllif deyir. Məryəmin fəzilətləri bəyan edilir. Şairlər ona şeylər həsr edir, rəssamlar onun portretini çəkir. Amma bütün bunları bir neçə kəlmə ilə ifadə etmək olar. Həzrəti Məryəm, Həzrəti İsa'nın anasıdır. Müəllif deyir, mən də Fatiməni bir neçə ilə kəlmə ilə təqdim etmək istədim. Dedim, xanım Fatimə Həzrəti Xədicənin qızıdır. Kifayət eləmədi. Dedim, xanım Fatimə Məhəmməd Salatullahın qızıdır. Kifayət etmədi. Dedim, Fatimə Əli ilə Səlam kimi bir Allahın şirinin, elmin şəhərinin xanımıdır. Kifayət etmədi.
Fatimə Həsən Əleyhisselam, Hüseyin Əleyhisselam anasını dedim, kifayət etmədi. Axırda mənə dedi ki, bunlar, bütün bu deyilənlər az oldu. Ben qərara gəldim ki, deyəm belə, Fatimədir. Yəni Fatimə heç kim oxşatmaq olmaz. Fatimə bir təkdir. Allah onu tək yaradı, fəzilətdə, məqamda, üstünlüydə, hər cəhətdən. Çünki cənnətə gəlin iki şəxs olacaq. Peyğəmbər ruhunun, vücudunun bir parçasıdır. Allah Fatihdən selamun aleyhəm, sevincilə sevinir, kədərlə kədərlənir. Sağ qalın. Və oxumaq lazımdır o belə kitablardan, qardaşlar. Bunlar lazım, elimizi artırmaq lazımdır. Bismillahirrahmanirrahim. Peyğəmbər salavatullah buyurur ki, əlinin bu ümmətin boyunda olan haqqı, valideynin evladın boyunda olan haqqı kimidir. Sonra yenə başqa vədisdə Peyğəmbər salavatullah buyurur ki, Ramazan ayında bağışlanmayan kəs və hansı ayda bağışlanacaqdır. Peyğəmbər salavatıllahın zövcələrindən olan Ayşə demişdir ki, atamın Ələl İslamın üstünə baxdığını gördüm və ondan soruşdum ki, niyə Ələl İslamın üstünə çox baxdıq? O da deyir ki, Peyğəmbər buyurmuşdur ki, Ələl İslamın üstünə baxmaq ibadətdir. Peyğəmbərlərdən belə biləcək Fatihə, Həzrəti Fatimə sallallahu aleyhi adlarından olan Siddiqə doğru danışan, tamamilə doğru danışan deməkdir. Sonra başqa bir hədislərdən sözдөр ki, görəsən elə bir imamı şəxs tabada biləcək ki, Xanım Zəhranın qədrinin niyə cidden olduğunu bilməkdir. Sonra belə bir aydın oldu ki, indi bir məlum oldu ki, Xanım Zəhranın qəsbkarları etirazı və üsyanı idi ki, bizlərə qayıqlığına başa salmaq istəyir. İmam Zəfər Sadiq Əleyhisselam buyurmuşdur. Dua edərkən demək ilahimizi bizə cənnətdən verir. Deyil ki, ilahimizi cənnətdən çıxartma. Çünki bizim şiələr cənnətdədirlər. O kəslər ki, ibadət edər, qəlbində bizlər Peyğəmbərlər salavatullah əhli beytlər məhəbbət bəsləyər. Əsas surəsi ayə əsasından buyurur. Həqiqətən Allah da bana mələkləri Peyğəmbərə salavat göndərirlər və ey iman gətirənlər sizə Peyğəmbərə salavat göndərir, sabah deyilsə onun əmrinə tabi olur. Budur və bundan qeyri olan bir insanı qorxulmazlar. Hər bir insanın üstündə hidayət istiri vardır. Ayə 7. Bu ayənin nazirində olduqda Peyğəmbər Əli-Şərifin kimə olduğunu buyurmuşdur. Ya Əli, mən ilahına Rəbbindən qorxulur. Sən isə hidayət istiri buyuruşu vardır. Demək, buyur göstərir. Həzrəti Peyğəmbər əleyhissalam buyurmuşdur. Əgər Əli əleyhissalam olmasaydı, dünyanın heç birisi Fatimənin şəhərdə yeri getirməzdi. Ey Fatimə, əgər hər kəs sənə təzim edərsə, Allah onların günahları bağışlayır və beşdə mənimlə birləşdirər. Peyğəmbər salavatullah. Deməli, Peyğəmbər buyurur ki, əgər əleyhissalam olmasaydı, hanım Fatimə, kızım Fatimənin həzrəsi olmağa heç kimin yaraşmazdı. Dünyada heç bir kişi Fatimə sənə yaraşmadı, əleyhissalam olmasaydı. İnsan surəsi 8 və 9 ayələrdə buyurulur. Onlar öz iştahları təşkiyi halda Allah rızasını qazanmaq üçün deməyi yoxsulluğa getmə və əsrə edirlər. Və onlara belə verirlər. Biz sizə ancaq Allah rızasını rəsmi edəcək. Biz sizə nə bir mükafat edəcək. İnsan surəsi 7 və 20-də rəhdi və qatında nazil olur. Yeməyi yoxsulluğa əsrər yetirirlər. Peyğəmbər salavatullah əleyhissalamın qapısından başqa məscidə atılan bütün qapıları bağlaşdırdığı vaxt ona etiraz edənlərə belə buyurdu. Mən sadəcə Allahın əmrini yerinə getirir. Şafii deyir, Ərzin əleyhissalamın fəzilətləri nadir insanlarda mümkündür. Məsələn, elm və əməldə kimsə ona tay deyil. O az alim tapılar ki, elm və biliyinə əməl etdir. Və eyni halda səfavətli, müzayətli və rəhimli rahimli əxlaqdır. Böyük işgər sahibi həm də səvadəkər. Yollu yollara tabi olmayı, kitabda sizi onun yolundan fəlakətdə qalar. Ənam ayə güzəldir.
saklayanların heç bir əlaqə yoxdur. Onların işi Allaha qalmışdır. Anam Peyğəmbər sallallahu buyurmuşdur. Bəşəriyyət tarixində 4 görkəmli və fəzilətli qadın var. İmranın qızı Məryəm, Məzaimin qızı Fironun arvadı Asiya, Ubeydinin qızı Xədicə və mənim qızım Fatimə. Elm vəzin əksidir. Bunlar bir-birindən ayrı düşərsə, cəmiyyət yanım məhv ola bilər. Beşikdən qəbrinə də elm öyrənir. Peyğəmbər sallallahu buyurur hədisdə. Peyğəmbər sallallahu. Buyur. həqiqətən də cəhənnəmdə nalə edib ağlayanların çoxu tövbə etməyən insanlardır. Təxirə salanlar, yəni gecikdirənlər. Tövbəni təxirə salan insanlardır. Peyğəmbər sallallahu buyurur. nə qədər ki evladlarınızı əcnəbilərdən Nə qədər əcnəbər evladlarınızı əxlaqsız işlərə alışdırmayın, onlara İslamın əxlaqını tədris edin. İmam Sadiq Əleyhisselam. Bəli, İmam Cəfər Sadiq Əleyhisselam buyurur ki, o zaman çünki indi bu müasir dövrümüz ait. Sən televizorlarda hansı kanal atsan, qeyri-əxlaqi verilişlər, hər şey gedir. Yəni valideynlərimizin boyunda haqdır ki, evlatların birləşdirib çəkindirsin, yəni onlara yaxşı tərbiyə versin ki, onlar yolunu azmamışlar. Çünki mümkündür, imanı saxlamaq, bu çətin şeydir ki, zamanı uşağı tərbiyə eləmək hamımıza aiddir ki, bu vəziyyətlə, bu televiziya kanalları ilə çətindir. Burada, bəli, o cihad, ata-ananın boyuna elə cihad eləmək üçün bir şey vəsvəsədir. Cihad ki, bu dövrdəki evladı İslam əxlaqı uyğun tərbiyə eləmək, böyüdmək elə cihad kimi bir şeydir. Yəni cihada bərabərdir. Bu qardaşımız nəsr bəlağı olursa. Bəli, nəsr bəlağı. İndi bu haqda Ziya Bünyadında fikirləri var, onların başqa alimlərdə fikir var. İnşallah bu haqda danışacaq. Başqa bir hədislərdən, ailədən bir qardaş. Biz də ona gələrək, o mövzuya gələcək. Ucadan deyir ki, həqiqətən Allah yanında canlıların ən pisi əql qüvvəsini işə salmayan, haqqı eşitməkdə, kar və haqqı deməkdə əlal olan insanlardır. Ənfal surəsi ayə 22 Allah buyurur. De, ey Peyğəmbər, ilahi mənim elmimi artır, Tahir surəsi ayə 14 Allah buyurur. Başqa bir surədə Allah buyurur ki, ey Peyğəmbər, de, ey mənim günah törətməkdə, özlərini zülm etməkdə həddi aşmış bəndələrim. Allahın rəhmindən ümidsiz olmayın. Allah tövbə etdikdə bütün günahları bağışlayar. Həqiqətən o bağışlayan və rəhm edəndir. Zümər ayə 53 Allah buyurur. ağamız buyursun görək. Bismillahirrahmanirrahim. Peyğəmbər sallallahu aleyhi və səlam buyurmuşdur. Əli əleyhissalamın mənə olan nisbəti Harunun Musa əleyhissalama olan nisbəti kimidir. Bir şərtlə məndən sonra heç bir peyğəmbər gəlməyəcək. Başqa ayrı bilsən deyirəm, deyirəm. Ey Adəm oğulları, namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən gözəl libaslarınızı geyinin. Ərəb surəsi ayə 31. Başqa ayələrdən bilirsən? De, budur və bundan qeyri deyildir. Sizi bir şeyə müizə edirəm. Yalnız Allah üçün edin. 2-2 yaxud təklikdə qiyam. Səba ayə 46. Sən indi burada mən bir adım nəsr bəlağa aid var. Məşhur İngilis tədqiqatçı Carlyle deyir, bizim Əli Əleyhisselam haqqında deyir, bizim o Əli Əleyhisselamı dost bilməkdən, hətta sevməkdən başqa çarəmiz yoxdur. Başqa bir Şəhristanı var, Ərəb alimlərin biri olan Şəhristanı var. O kitabın birində yazır ki, Ərəb ədəbiyyatı üzrə mütəxəssis olan bir İngilis alimi Quranın ecazkəli haqqında verilən suala belə cavab verir. Quranın kiçik bir qardaşı var, onun adı Nəsr Bəlağədir. Məgər bu kiçik qardaşın oxşarını gətirə bilmişikmi? Hələ bir böyük qardaş haqqında danışmağa da cürət tapaq. Deməli, ondan Quranın ecazkəli haqqında soruşurlar. Deyir, Quran haqqında mən deyə bilmərəm. Çünki Quranın bir bacı qardaşı var. Onun haqqında mən söz deyə bilmirəmsə, onun bərabərini gətirə bilmirəmsə, Nəsr Bəlağə haqqında, mən Quran haqqında nə deyə bilərəm? Soğuk ki, bu lazımdır. Nəsr Bəlağədir. Bunu oxumaq, Allah İmam-ı Kamilləsin, bəli, lazımdır. Quranı başa düşməkdən üçün Nəsr Bəlağəni oxumaq lazımdır. Elimizi açılmaq lazımdır. Buyur qardaşım. Tek koy qabağa, tek başını qabağa, tek başında. Gel bir şey. Hə, tek. Bismillahirrahmanirrahim. Böyük şərəfdir ki, Allah Teala İmran surəsində 61-ci ayədə mübahilə
ayəsini nazil etmişdir. Peyğəmbər sallallahu əleyhissalamı, Cəbrəil Fatimə Zəhranın iki nəvəsi İmam Həsən və İmam Hüseyni aparmışdır. Peyğəmbər sallallahu belə bir hədisdə var. Kim mənim əhl-i beytim Nuhun gəmisinə bənzər. Kim bu gəmiyə minsə nicat tapar. Kim bu gəmiyə minməz qərq olar. Peyğəmbər sallallahu belə bir hədisdə buyurub. Allah dini olmayan zəif möminləri sevməz. Soruşarlar, onlar kimlərdir? Deyərlər, cəmaatı pis işlərdən çəkindirməyən şəxslər. Başqa bir hədisdə, mənim ümmətim əmr-ü mərufu, nəhy-əz münkəri tərk edərsə, Allahla müharibəyə hazırlaşsınlar. Buyurun. Sizə salam deyənləri deyildiyi zaman onları daha gözəl alın və eyni ilə sahibinə qaytarın. Şübhəsiz ki, Allah hər şeyi hesaba alandır. Ey iman gətirənlər, başqalarının evlərinə, sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Deməli, Nisa surəsi 6-cı ayədə Allah deyir ki, sizə salam verildiyi zaman daha gözəl alın ona. Və yaxud da olduğu kimi qayda. Yəni vacib salam al, ya olduğu kimi qayda, ya daha gözəl formada. Nur surəsi ayən 27-də buyur ki, ey iman gətirən, başqalarının evlərinə sahiblərdən icazə olmadan girməyin. Buyur. Buyur. Sünnə əhlinin 6 mühüm və mötəbər hədis kitablarının birinin müəllifi Buxari yazır. Ayşə deyir, eşitdim ki, Pərverdigarı Xədicəyə behiz vəd etmişdir. Heç bir qadının barəsində bu dərəcədə nə həsrət çəkdim, nə də həsrət apardım. Başqa bir hədisdən. İmam Cəfər Sadiq Əleyhisselam Əbu Hənifəyə verdiyi bir çox suallardan biri belə idi. O hansı kəlamdır ki, küfrlə başlayıb imanla bitir. O cavab verə bilmədikdə imam deyir, La ilahə, Allah yoxdur və illallah, Allahdan başqa. Kitab oxuyur, şeydir, görüm ağam mən çox hesab. İlahi Möcüzələr kitabı. Hə. Deməli, burada İlahi Möcüzələr kitabıdır. Bir şey verin, bu da elə deməli, 10 dənə şəkil qar dənəzili var ha. 10 dənə şəkil burada verilib, 10 dənə deməli, 20 dənə qar dənəzili şəkilini verilib. Amma deyəsən yazılan 6000 dənə qar dənəzili şəkili var. Təsəvvür edin ki, bunların biri hansı ustaya versə düzəldə bilməz. Yəni, nə qədər əziyyət çəkməlidir. Amma burada fikrin hərəsi cürbəcürdür. Özə təsəvvür edin ki, göydən 1 kilometr, 2 kilometr hündürdən tökülüblər. Barmada düşən kimi əzilir. Amma göydən 1 kilometr, 2 kilometr hündürdən gəlincə bu bir-birinə qarışmır. Əlimizə çəkər 1-10 saniyə baxırıq bunun gözəlliyinə. Hətta şəklini də çəkirik. Və hansı zavodda göydə bunları istehsal edən bıraxan? Bu nədir bu? Bu ancaq Allahın qüdrətinindir. Elə bunu, özümüz düz bir möcüzə, amma bu qədər möcüzələr gəlir. Biz yenə körük, yenə biz Allah'ı ləyəqincə tanımırıq. Böyle möcüzə deyir. Belə kitablar oxuyanda Allah'ı oxumaq lazımdır ki, bu kitablar varsa bəlkə imanımız artar, inanımız artar, Allah'ı bəlkə tanıyaq. Buyur, buyur. Allah kömək olsun. Bəli, çox yaxşı şeydir bu kitabları oxumaq lazımdır, kitab oxumaq lazımdır. Qardaşım, belə bunlar qardaşına. Bismillahirrahmanirrahim. Məhəmməd surəsi ayə 19-da buyurub. Allahın həm öz günahlarının, həm də mümin kişiləri və qadınların bağışlanmasını dilər. İbrahim surəsi ayə buyurulur. Ey Rəbbimiz hesab tərəziləri qurulduğu gün məni, ata, anamı və möminləri bağışlar. Sağ ol, burada nə var? İmam Sadiq Əleyhisselam buyurur. İmam Sadiq Əleyhisselam buyurur. Mömin qardaşını sevdiğin zaman bunu ona bildir. Çünkü Həzrəti İbrahim dedi, ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər. Allah deyir, mənə inanmırsan, buyurmuşdu. Allah buyurur. İbrahim də belə cavab verir, İbrahim Peyğəmbər. Bəli, inanıram, lakin ürəyim sakit, xatirzəm olmaq üçün soruşdum, deyə cavab vermişdim. İmam Cəfər Sadiq buyurur ki, birine məhəbbət bəslədiyin zaman bunu ona de. Çünkü bu iş sizin aranızdaki dostluğu möhkəmləndirər. Kur'an bak. Ne okuyup burada hansı sağda kaldıysa diyor. Hə. Demək, Ziya Bünyadi və Vasim Məmmədiliyevin tərtib etdiyi Quranda yazılar tərcümə etdikləri Quranda burada bayaq dediyimiz söhbətin nəticəsi burada var. Deməli, bunlar
20-ci bəlağda yazılır ki, Ziya Binali Vaxtın məclisçisi yazır ki, buradadır, bu hissədə. Yazırlar ki, Əli İbn Əbu Talibin Nəhsül Bəlağəsi Quran-ı Kərimi anlamaq, ilkin İslamdakı şəhəri və ictimai iqtisadi məsələləri öyrənmək üçün əvəzsiz qaynaqdır. Fikir, əvəzsiz qaynaq, yəni tayı bərabər olun qaynaq. İkinci bir kitab yoxdur ki, Quranı başa düşmək üçün bizə kömək elə, Nəhsül Bəlağa. İqtisadi, siyasi, bütün İslamda 1400 ildə bəyəri ki, nəyi bilmək istəyir, isə o erkən çağlarında, bəlkə bəyərdə səsilmək, o dövrdə, İslamın ilkin dövründəki nəyi bilmək istəyirik, nə haqqda məlumat anlamaq istəyirik, elimizi artırmaq istəyirsə, Quranı yaxşı başa düşmək, yəni buyururlar ki, Nəhsül Bəlağa. Yəni Nəhsül Bəlağa haqqında məlumatımız olar, onu oxumalı, öyrənməliyik. Allah xeyirli. Allah'ım Mehmet ya. Elham mı geldi? Ya Allah ya Muhammed ya Ali. Sağ ol.
şehadeti günü sonrasında şimdi meslede qeyd olundu. Əmrlər bir-iki mərkəz etsinlər, kanımız gəlsin. İnşallah. Qurumuzda olsun. Belə salat qiyamda yazıyalım belə. Hara gidiyor Selay babam, hara gidiyor Selay babam, dalınca yaklayan gelir, dalınca yaklayan gelir, başında araba yaratayan, başında araba yaratayan, yarabı bağlayan gelir, yarabı bağlayan gelir, yaramız ağlayan gelir, yaramız ağlayan gelir. Dedi kızım niyem benim, dedi kızım niyem benim, bana bakıp zamanladım, bana bakıp zamanladım. Kadirem gözlerine bağlar, kadirem gözlerine bağlar, beni görür esnafladın, beni görür esnafladın, beni görür esnafladın. Kara gidiyor semaya baba, kara gidiyor semaya baba, dalında yayan gelir, dalında yayan gelir. Kara gidiyor semaya baba, dalında yayan gelir, dalında yayan gelir. Evin yapayım semayı bana, evin yapayım semayı bana, bakımdır ellerim kanam, bakımdır ellerim kanayım, gelip dalında gör nece, gelip dalında gör nece, bir elde kavrema derin, bir elde kavrema derin. Kara gelir semayı baba, kara gelir semayı baba, dalında yalan gelir, dalında yalan gelir. Yani
Razinin her nöktesi çelçe beyanından geçer. Ya Hüseyin kimsen kimi öz hanimanından geçer. Kim senin tek yolun baba canından geçer. Kim senin tek yolun baba